seçirəm. Deməli, qayda videosu mən düşməm olsa, ekran düşür, sadəcə ekrana baxacaqsınız. Mənə neyirsiniz, bax. Mənə görürsünüz ya burada. Uşaqlar yox. Deməli, uşaqlar, qayda budur. Diqqətən qulaq asırsınız. Şəklə görə, şərti oxuyaq əvvəlcə. Çevrənin mərkəzindən vətərə indirilmiş perpendikulyar onu yarıya bölür. Aha, gəlin əvvəlcə vətərlə tanış olaq. Vətər nədir? Vətər çevrənin istənilən iki nöqtəsini birləşdirən bir düz xətti. Bax, AB düz xətti var uşaqlar. Bu nədir? Vətərdir. Məsələn, buradan bura çəkirəm. Bu nədir uşaqlar? Bir nədir? Vətərdir. Nihayət başa qadir olasın. AB düz xəttinə bir vətər deyirlər. Radiusdan, mərkəzdən AB vətənə indirilmiş düz xətt uşaqlar həmişə onu neyir? Yarıya bölür. Radius onu neyir? Yarıya bölür. Və 90 dərəcə mənə gətirir. Və nə mənə gətirir uşaqlar? 90 dərəcə mənə gətirir. Bu tərəflər uşaqlar həmişə nə sayılacaq? Radius sayılacaq. Radiusda da həmişə bir-birinə nədir uşaqlar? Bərabərdir. Aydın oldu. Gəlin ona aid misallara baxaq. Bizim qarşımıza necə misallar çıxa bilər? Misal üçün uşaqlar diqqətlə qulaq asırsınız. Belə bir misal çıxa bilər qarşımıza. Baxın, belə bir şəkil verib. Düzdürmü uşaqlar? Deyirik ki, baxın, bu nədir? Bir vətərdir. Nədir uşaqlar? Vətərdir. Düzdürmü? Bura 3-dür. Bura 5-dir. Burada nədir? 90 dərəcədir. Burada bir 3 buzaq görürəm uşaqlar. Görürəm. Bura bir x deyirəm. Və Pifaqor teoreminə görə 90-ın yanındakı ədədlərin kvadratları cəmi bərabərdir qabağındakının cəminə. 9 üstə gəlsin x kvadratı əgər 25-dirsə, x kvadratı olacaq 16, x olacaq nə? 4. Buranı tapdıq nə? 4. Və bilirik ki, bu dedik düz xətt, bax bu OA düz xətti neyir? Ortanı yarıya bölür. Onda bu hissədə nə olacaq? 4 olacaq. AB düz xətti neçə oldu? 8 oldu. Aydın oldu mu? Uşaq dedi yenə, bura bir x deyir. Aha, deyirəm Zəhra. Yox, x-in kvadratı 90-ın yanındakı ədədlərin cəmi bərabərdir 15-in kvadratına. 81 topla x kvadratı bərabərdir 225. X kvadratı bərabərdir 225-dən 81 çıxacam. 144. X də bərabərdir nəyin? 12. Bura oldusa uşaqlar 12. Onda burada bu hissədə olacaq nə? 12. Ay malades 24. Bunu gəlin indi desin mənə İslam. İslam zəhmət olmasa buyur. AB-ni verib neçə İslam? Aha. Tələsmə. Bir dəqiqə. AB-ni verib neçə İslam? 16. Neçə bölünür İslam bu? Və AB-ni verib option neçə uşaqlar? 16. Mənə bu hissə lazımdır. Bu hissə neçə olacaq? Uşaqlar 8 olur da. Dedik axı bu düz xətt yarıya bölür də. Burada 8 isə burada 8 uşaqlar. Məndən bu OK-nı istəyir. OK-ya bir x deyirəm uşaqlar. OK-ya nə deyirəm? X deyirəm. X-in kvadratı topla 8. Bəli. 100-dən çıxacam 64-ü, x kvadratı eləyəcək 36, x də olacaq neçə? 6. Aydın oldu? Dən keçim soru. Aha. 7,4 uşaqlar. 7,4-ə baxaq. Aha. İndi nə edəcək uşaqlar burada? Diqqətlə baxın. AB-ni 24 verib Yusif. AB-ni 20 bax opşeyi vətəri nə qədər verib uşaqlar? 24 verib. 24 isə bunlar neçə bölünəcək? 12 nə edəcək? Bölünəcək. Burada bir düzgün mənə gəlir uşaqlar. 90-ın yandaşlarını toplayırıq. 5-in kvadratı üstə gələn x kvadratı bərabərdir x kvadratına. Ay sağ ol. Nəyin kvadratı? Ay sağ ol. Şu. Yusuf, nə? Keçir yeniyə. Keçir nəyə uşaqlar? Yeniyə, yeni dərsə. Deməli, nə deyir uşaqlar? Mərkəzləri eyni olan müxtəlif radiuslu çevrələr konsentrik çevrələr deyilir. Nə deyir uşaqlar? Konsentrik çevrələr deyilir. Burada konsentrik çevrəyə bir iki dənə şey əlavə mən yazacağım. Onlar yoxdur uşaqlar. Onları nə edəcəm? Bir dəqiqə uşaqlar istəyirəm.
Deməli belə. Davam uşaqlar. Deməli, çevrənin 2 dənə çevrə iç-içə olanda uşaqlar, bu bir dənə qaydanı qıraqda başa salım. 3 cürə çevrə öyrənəcəksiniz uşaqlar. 1, yan-yana olan çevrələr. Hamınız diqqətlə çox xahiş edirəm, diqqətlə qulaq asmanızı istəyirəm. Bir dəqiqə. 2 dənə çevrə məsəl üçün ola bilər, diqqətlə qulaq asın. 3 cürə çevrə öyrənəcəyik bu gün biz uşaqlar. 1, yan-yana olan çevrələr. Bir nə? Oy, yan-yana olan çevrələr. Bitişik. Bir yan-yana olan çevrə. Bu tip çevrələrdə nə edəcəksiniz? Bu çevrənin çıqqıl mərkəzi var. Bu çevrəndə nə var? Mərkəzi var, düzdürmü? Bunların mərkəzinə O1 adlandırıram. Bunun çevrənin mərkəzini isə O2 adlandırıram. Fikrim burada olsun. Bu çevrələr arasındakı məsafəni tapmaq üçün bunun radiusu ilə bunun radiusunu nə edəcəm uşaqlar? Toplayaram. Gəlin böyük çevrənin radiusuna böyük R1 yazaq. Buna da nə yazaq uşaqlar? R2 yazaq uşaqlar. Deməli, mən O1 ilə O2 arasındakı məsafəni tapmaq üçün R1 ilə R2-ni nə edirəm uşaqlar? Toplayarım. Yəni, xaricdən toxunarsa, nə olacaq uşaqlar? Xaricdən toxunarsa, radiuslar nə olacaq uşaqlar? Toplanılacaq. Bunu zəhmət olmasa qayda vərəqimizdə boş yeri varsa qayda vərəqimizdə qıraqda bir yerdə yazaq. Yoxsa dəftərimizdə qırağa yazaq. Nə? Yoxdur vərəqdə, öyle dedim. Yazdım uşaqlar. Yazdık. Okey, o zaman devam. Ya Allah. Deməli belə uşaqlar, xaricdən toplansa radiuslar nə olur? Toplanır. Aha, bu gözəldir. İndi davam edirik nəyə? Bəs iç-içə diqqətli olun bir dənə. Misal üçün, biri belə verib. Diqqətlə qulaq asırsınız. Bəs daxildən toxunarsa nə olacaq uşaqlar? Bəs nə olacaq? Daxildən toxunarsa nə olacaq? Bu zaman çıxılacaq uşaqlar. Necə? Baxın, bunun mərkəzi sonucu buradadır. Buna mərkəz nədir? Burada da düzdürmü? Baxın. Bunun mərkəzi uşaqlar O2. Bunun mərkəzi O1-dir. Balacanın mərkəzi isə O2-dir. O2 böyük çevrənin radiusundan balaca çevrənin radiusunu yeniyəcəm, çıxacam. Yəni O1 O2 arasındakı məsafəni tapmaq üçün böyük R-dən kiçik yerini yeniyəcəm, çıxacam. Buna deyilir ki, daxildən toxunarsa. Aha. Daxildən şəkil belə çəkin aşağı elə. Daxildən toxunarsa. O qayda vərəqini yoxdur. Hə? Yox, o başqa şeydir. Daxildən toxunmarsa da. Bunu çəkin. Bu yoxdur, prosta sizə də önəmlidir. Önəmlidir deyə mən onu yazdırmamışsın. Düşəcək burada var. Şöyle siz bunları işləyəndən sonra gedib toplum siz nə eləməlisiniz? Su kimi işləyəcəksiniz inşallah. Aha. Okey, devam.
İndi isə uşaqlar nə edirik? Və sonuncu uşaqlar, sonuncu bugünkü keçəcəyim şey, baxın burada qayda vərəqində də var, bir dəqiqə. Qayda vərəqində də var. Əgər iç-içə olarsa çevrələr, baxın çevrələr nə olarsa, bu iç-içə olan çevrələr uşaqlar konsentrik çevrələr deyilir. Nə deyilir? Konsentrik çevrələr deyilir. İç-içə olarsa yenə buradakı halqanın qalınlığı var uşaqlar. Halqanın nəyi? Qalınlığı. Bax, buna deyirlər, bax bu hissəyə. Halqanın qalınlığı. Halqanın qalınlığı düsturu budur ki, böyük yerdən kiçik yeri nə edəcəyik uşaqlar? Çıxacağıq. Bəs bunun sahəsini soruşsa nə edəcəyik? Bu halqanın qalınlığı olan sahəni soruşsa nə edəcəyik uşaqlar? Deməli, böyük yerin kvadratından balaca yerin kvadratını çıxır, vuracağıq nəyə? Pi-yə. Düzdürmü? Qayda vərəqimizdə var. Bu hansı vərəq misal? 8-ci qaydadır. Gəl indi bu 8-ci qaydaya misal işləyək. Get dizlərə. Diqqət, yoxsan demirəm, deyirsən. Sadəcə qulaq istəyirəm. Deyir halqanın qalınlığı demədi, isə sahəsi deməkdir. Aysa. Birinci aysa böyük yerdən kiçik yeri çıxacaq birinci. 7-dən çıxıram 3-ü, eləyəcək nə? 4. Deməli 4 eləyəcək. Birinci toplama çıxma öyrədim. Gəl mən ibtidaidən başlayayım. Yusif. Sahəni tapanda isə böyük yerin kvadratından, yəni 7-nin kvadratından çıxacaqsan balaca yerin kvadratını ürəyim. 7-nin kvadratı eləyəcək 49, 3-ün kvadratı isə eləyəcək neçə? 9. 49-dan 9 çıxanda eləyəcək neçə? 40. Və yanına pi-ni yazacaqsan. Eləyəcək neçə? 40 nə? Pi. Ayan getdik. Deyib. Halqanın qalınlığını soruşsa, nə soruşsa? Tələsmə. Şərtdə sənin halqanın qalınlığı soruşsa, bir dəqiqə. Halqanın qalınlığını soruşsa, 11-dən 5-i çıxacaqsa, eləyəcək 6. Halqanın sahəsini soruşsa isə, halqanın sahəsini soruşsa, 11-in kvadratından 5-in kvadratını çıxarsan. Yəni 121-dən çıxacaqsan 25-i. Aha, aydın oldu. 96 nə? Pi. Ya Allah. Aydın oldu bu uşaqlar. Dəqiq olsun. Ha, onu sıqacam, hər bir dənə tələsmə. Nə yatdın ki, yox görəsən. Ha, sən də qorxudacam, mərat olun. Uşaqlar, keçirik bugün nə? Alfa dərəcəli mərkəzi bucağa uyğun gövsün uzunluğu və həmin o sektorun sahəsi. Demək, burası bura. Orada vərəqdə qısa verir, mən onu başa salıram. Sizə necə olacaq uşaqlar? Deməli, bir çevrə verilib, sakit olun. Pizza dilimi deyilir. Nə deyirik? Bir pizza dilimi. Düzdürmü? Baxın, iki dənə nə seçiblər uşaqlar? Radius seçiblər. Bura baxın. İki dənə nə seçiblər? Radius seçiblər. Biri bura. Uşaqlar, diqqətlə qulaq asırsınız. Bir dənə də buradan bir dənə radius seçiblər. Düzdürmü? Aha. Bunları adlandırırıq uşaqlar R olaraq. Bunlar nədir uşaqlar? Bizim radiusumuzdur. Və bu radiuslar arasında qalan bir bucağımız var bizim. Nə var uşaqlar? Bir bucağımız var. Bu bucağı da adlandırırıq alfa bucağı. Nə bucağı uşaqlar? Alfa bucağı. Diqqətlə qulaq asırsınız. Alfanın qabağındakı olan bu hissəyə qövs deyirlər. Nə deyirlər uşaqlar? Qövs. Q-Ö-V-S. Uşaqlar nə deyirlər? Qövs deyirlər. Qeydimiz var, orada keçəcək inşallah. Qövs uşaqlar, diqqətlə qulaq asırsınız. Qövs söykəndiyi bucağın, bax, mərkəzi bucağa bərabərdir. Qövs mərkəzi bucağa bərabərdir. Mərkəzi bucaq nədir? O radiusdan arasında qalan bu bucaq var ya, alfa. Alfa mərkəzi bucaqdır. Təkrar eləyin. Alfa nədir bəs? Radiuslar arasında qalan bucaq. Təkrar eləyək. Alfa radiuslar arasında qalan bucaqdır. Mərkəzdə yerləşir. Ona görə onun adını qoyuruq. Mərkəzi bucaq. Aydın oldu? Okey. Uşaqlar, dedik ki, bu qövs, bax bura. Bura alfa-dır, burada alfa dərəcə olacaq. Neçə dərəcə olacaq? Alfa dərəcə olacaq. Diqqət, buranın uzunluğunu istəyirsiniz də. L. Bu qövsə, bax bu çıxıl hissə var ya, buradan bura kimi. Buranı L qövs adlandırırıq. Nə adlandırırıq? L qövs. Onu tapmaq üçün nə edirik? Hansı üstüdən istifadə edəcəyik? Başlar. Yazırıq 2 pi. Düstur var idi 2 pi. Onu vuracağıq alfaya. Bax, arasında qalan bucağa alfaya. Böləcəyik uşaqlar. Obşi çevrənin neçə dərəcədir uşaqlar? Tam. Yo, 360. Düzdür uşaqlar. 360-dan 2 xısarı gedir. Qalır nə? Pi
pi vurulsun, r vurulsun, alfa bölünsün nə? 180. Deməli, düsturumuz nə oldu uşaqlar? Pi vurulsun, r vurulsun, alfa bölünsün 180. Görsün uzunluğu düsturu nə oldu uşaqlar? Pi vurulsun, r vurulsun, alfa bölünsün 180. Təkrar edirik. Getdiyim misala nə işləyək? Ya Allah. Birinci mən baş salam, qalan sizi. Baxın, el qövsü istəyir. Yəni, qövsü nəyini istəyir? Uzunluğunu. Erimiz necədir uşaqlar? Sakit olun, mən sizə deməyim. Er nədir? 10. 2 mərkəzi bucağım nədir uşaqlar? 2 radius arasında qalan bucağı neçə dərəcədir uşaqlar? 60. Alfa nə qədədir? Yazdım 60 dərəcəni. Alfa 60'dır uşaqlar. İndi gəlin düstura görə el qövsü yazaq. El qövs nəyə bərabər düsturumuz? Pi vurulsun, r vurulsun, alfa bölünsün 180. Bərabərdir. Pi vurulsun. Erimiz desəydi Yusif. Erimiz 10. Alfamız nədir bizim? 60. Bəli. Bölünsün. Nəyə? 180. 180 ilə 60 ixtisar gedir 60'a. Burada qalır 1. Burada qalır nə? 3. Qalacaq 10 pi bölünsün elə nə uşaqlar? 3-cü bölünmür. Tamam, bax, belə də olaraq da qalacaq. Bunu indi yeni şeydə bir yerdə keçirir, ofisinə keçirik. Bir dənə bir şəklini çəkin. Buna aydın oldu uşaqlar. Düzdürmü? Bu dəftərdə köçürün, tez mənim ofisin yazına gedər. Değər nəxəsi 9.1. Yatma, yatma. Dəftərdə köçür. Ay, tamam. Oradan, nə olur? Bakın gəlir. Niyə? Yazdık uşaqlar. Dəftərimizə yazdıq. Gözəl. Başdan. Niyə? Sən 2 dənə düstur öyrənəcək ki. Bölmə yəni. Uşaq hamısını bir yerdə keçməyəcəm ki, beynimizə girəcəklər. Sakit. Uşaq, bu videoda biraz səslərimiz falan düşəcək, bir kişiyə qarada boşluqlarımız düşəcək. Özünüz qabaq eləyərsiniz də, yəni yaxşı. Özünüz qabaq eləyərsiniz, elə baxarsınız. YouTube'da, amma hamı baxmayacaqlar, link atacağım, bizim uşaqlar baxa bilər ancaq. Qutlu yoxsa? Yaxşı, tələsməyin, yaxşı. Davam. İnşallah davam. İndi qoy bir dənə bunu şey eləyəm. Gəldim. Sakit. Uşaqlar, indi keçirik nəyi? Deməli belə. Buna misal şey deyəcək mənə Ayan.
Sən bilirsən də şəkli. Gərək baxaq, sakit olun. Şidliyinizi saxlayın özünüzə, sonra baxarıq. Şidliyinizi qulaq sarıq birazdan. Çox xahiş edirəm. Davam. Baxaq uşaqlar nəyə? 9.2-ni hamı görür? Yox, getdi uşaqlar. Bizdə əvvəlcə xahiş edirəm danışmanızı istəmirəm. Bizdə erimiz nə qədərdir uşaqlar? Erimiz nə qədərdir bizim? Kəşf eləyək. Er nədir? 6-dır. Baxaq. Bura er 6-dır. Er olacaq neçə? 6. Düzdürmü İslam? Alfa nə qədərdir? 120 dərəcədir. İslam bunu İslam deyəcək. 120 dərəcədir. Məndən el qövsü istəyir. Qövsün uzunluğu düsturu. Pi vur. İslam deyəndə ayandır. Pi vurulsun. 6 vur. Əvvəl düsturu yazaq. Pi er alfa. Ay sağ olun. Bölü 180 bərabərdir. Pi vurulsun. Erimiz 6 idi. Alfamız 120 idi. Bölürəm. 180. 6 ixtisar gedir. Qalır 30. 4 olar. 4 pi. El qövsü oldu. Neçə pi? 4 pi. Aydın oldu. İslam ya Allah getdik. Bax İslam sənə biraz çətin düşüb. Ya Allah. Er neçədir? Aha. Aha. Hə. Özümü yandırmaq istəmirəm, nəysə. Ergövs. Nəysə, ergövs bərabərdir. Pi vur, er vur. El-Gövs bərabər pi vur, el vur, alfa bölü 180. El-Gövsün yerine nə yazacağım? Aysa, yazıram 3 pi bərabərdir. Pi vuraq, er neçə yazam yerinə? Alfa bilirəm nədir? Yox. Bölünsün. Aysa. Gəlin neyək? Çarpaz vuraq. Neyək? Çarpaz vuraq. 3 pi-ni 180-ə vuraq. Eləsin 540 pi. Az bu yanlar. Bərabərdir 8 pi vur alfa. Piləri qısa gelir. Alfanı tapmaq üçün 548-i neyəcəm? Böləcəm. Eləyəcəm. 60. Yox, şeylə qaldıq. Dərəcə deyək gözləm. Gətir. 67,5. Bunu da yazın dəftərinizə tez, cəhət, gözləyirəm. Mən neçə dənə qayda qaldı? 2 dənə. Nə? 9.3. Sakit olun. Mən bilirdim belə olur. Görün oradan benim mənə.
Alfa bölüsün 180. Bu sefer həmin bu pizza dilimi var idi uşaqlar. Pizza dilimi var idi, bax bu pizza dilimi. İndi bunun biz sahəsini tapacağıq ki, sahəsi necə tapılır? Telefon qoy qırağa, hepsi məndən olacağım sənin. Sektorun sahəsi nə olacaq uşaqlar? Eyni düsturdur. Pi r alfa yazırsan, amma r yox, r-in kvadratı yazırsan uşaqlar. Bu sefer 180 yox, bölünsün nə yazacaqsınız uşaqlar? 360. Uzunluğu desə, pi r alfa bölünsün 180. Sahəsi desə, pi r kvadrat alfa bölü 360. Aydın oldu. Gəlin ona aid misallara baxaq. Getdik. 9.4-ə baxırıq. Yusiflə birə baxacaq. Yusif, erim neçədir mənim, ay Yusif? Hə? 12, düzdürmü? Alfam nədir mənim? Bax, 30 dərəcə. Ay, sağ ol. Sektorun sahəsi istəyir. Sektorun sahəsi düsturumuzu tez qeyd edək. Pi, Yusif, çox sağ ol. Pi vurulsun, erin kvadratı vurulsun alfa. Bölünsün nə uşaqlar? 360. Hə, Yusif? Getdik. Pi vurulsun, er neçədir məndə? Kvadratı 144-dür. Alfa neçədir? 30. Vurulsun 30. Bölünsün. Nəsə bu olsun? Bölünsün. 360. Dərsli olur. Allah bulantımızdan geçirəm. Ulağı sən mən eləyəcəm bir tərəf. Düz otur. 0-la 0 getdi ixtisar. 3-dən 36 ixtisar getdi. Qaldı nə? 12. 144-ü 12-yə bələndə neçə eləyir aşağı? 12 pi. Məsələn, cavab olacaq neçə pi? 12 pi. İslam getdik. İslam deyəcək, heç kimi şey deməyəcək. Cavabı İslam edəcək. İslam getdik. Er. Aha. Götürmürəm, sən varsın. Yo, buyur. Ne olur özün cümleler cümleyim de. Aha. Davay İslam buyur. Tempo. Aha. Hı. Hı. 64 ona belə. 64 pi canavarım mənim. Bəli. Şu, bu da belə. Bunu yazın dəftərinizə tez, tempo. Ne olur? Sonuncu qaydamız daxili və mərkəzi bucaq uşaqlar. Daxili və necə bucaq? Uşaqlar, daxili bucaq nədir? Mərkəzi bucaq nədir? Bir dənə bunu da tanış olaq biz. Normaldir görək. Sizlə deyirəm, mən burada uşağım, bununla dolaşıram. İmtihanı deyirəm. Allah haqqı çox şit deyirsiniz. Mən sizə deyirəm. Uşaqlar,
Mərkəzi bucaq bayaqlar sizlə tanış olduq. Dedik ki, mərkəzi bucaq bu mərkəzdə yerləşir və iki radius arasında olur uşaqlar. İki radius arasında olan bu hissəyə nə deyirlər uşaqlar? Mərkəzi bucaq deyirlər. Mərkəzi bucağın uşaqlar diqqətlə qulaq asın. Bu söykənli qövs var ha. Bax, qövs buradır bax uşaqlar. Baxın. Bu hissə bizim nədir? Söykəndiyimiz nədir uşaqlar? Qövsdür. Söykəndiyi qövs neçə dərəcədirsə, orada elə o dərəcə olacaq. Misal üçün diqqətlə qulaq asırsınız. Bura 30 dərəcədirsə uşaqlar, burada neçə dərəcə olacaq? Bəli, 30 dərəcə olacaq. Amma daxili bucaq isə, bax, daxildə yerləşən bucaq isə, baxın, daxildə yerləşən bucaq, bu söykənli bu qövs var, bax, bu hissə. Bu hissənin yarısı olacaq uşaqlar. Nə olacaq? Yarısı olacaq. Yəni, misal üçün, buranı 30 dərəcə verib, daxildə bir bucaq çəkilib, bura bucaq çəkilib uşaqlar. Bura 30 dərəcədirsə, burada neçə dərəcə olacaq uşaqlar? 15 dərəcə, estağfurullah, 15 dərəcə olacaq. Aydın oldu. Bir də başa düşdük ki, daxili bucaq, mərkəzi bucağın nəyidir? Yarısıdır. Misal üçün, baxın bura. Misal üçün, belə bir şey verib uşaqlar. Belə bir şey verib və belə bir şey verib. Diqqətlə qulaq asırsınız. Nəysə, oy, səkim yanım. Uşaqlar, bura verib ki, 120 dərəcədir. Bura 120 dərəcədirsə, bura neçə dərəcə olacaq? Bura 120 olacaq. Düzdür, eyni bucaq çünki. Burada ki, uşaqlar, bunun nəyi olacaq? Yarısı olacaq. Neçə dərəcə olacaq? 60 dərəcə olacaq. Daxili eyni olur, xaricilər ikiyə bölünür. Aydın oldu, daxili eynidirsə, mərkəz... Ay, çəkə bilmədim, lənət şeytana. Başa düşdük də, hə? Ayana baş salıram. Ayan, bax, bura mərkəzi bucaqdır. Harada yerləşir? Mərkəzdə yerləşir. Bu isə həmin bu qövsə söykənən, eyni qövsə söykənən daxili bucaqdır. Bura tam 100 dərəcədirsə, mərkəzi bucaqda eyni olur, 100 dərəcə olur. Amma daxildə yerləşən bucaqsa, onun yarısı olur. Nə olur? 50 olur. Və bir də belə bir qeyd deyirəm, uşaq, bu qeyd orada yoxdur, qeyd edin, siz var orada. Amma deyirəm, eyni qövsə söykənən, baxın nə deməkdir onu deyəcəm. Misal üçün, baxın bura. Hə. Misal üçün, buna baxın uşaq, bu daxili bucağa baxın. Bu daxili bucağı görürsünüz uşaqlar, bu daxili bucağı. Bu daxili bucaq hara söykənib, baxın. Bura söykənib də, düzdürmü? Bu daxili bucağı görürsünüz, buranı, bir də buranı. Bura. Üçü də hara bitişib uşaqlar? Baxın, biri burada, bir də bura. Eyni bir qövsə söykənib də, düzdürmü? Eyni qövsə söykənənlər üçdə bir-birinə bərabər olacaq. Misal üçün, bura 80 dərəcədirsə uşaqlar, burada olacaq 40, onun yarısı. Burada olacaq 40, burada olacaq nə? 40. Aydın oldu. Dəqiq. Əlasız uşaqlar, əlasız. Bir dənə deyim ki, yəni qayda deyil bu. Bu sadəcə qeyddir. Belə bir şey görsəz uşaqlar, bir daxili bucaq, diqqətlə qulaq asın. İki dənə daxili bucaq görsəz belənsə, 4 bucaqlı kimi. Baxın, belə bir şey görsəz şərtdə. Burayla buranın cəmi 180 dərəcədir. Nədir uşaqlar? 180 dərəcə olur. Aydın oldu. İndi evə vərəqdən, diqqətlə qulaq. Hər yerdə tərpənməyin, uşaqlar yerimiz oturun. Vərəqdən 7.1-dən 15.4-ə qədər yazmaq. 7.1-dən 15.4-ə qədər yazmaq.